Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr edilən avar çəkmə üzrə Prezident Kuboku 2026 reqatasına start verilib. Reqata ilk dəfə olaraq Ağdərə rayonunun ərazisində yerləşən Sərsəng su anbarında gerçəkləşib. Tədbirdə çıxış edən gənclər və İdman naziri Fərid Qayıbov reqatanın ilk dəfə Sərsəng su anbarında təşkil olunmasının mühüm və qürurverici hadisə olduğunu qeyd edib. Tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və digər rəsmi qonaqlar, gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Daha sonra akademik avar çəkmə, kayak, kanoe, dragon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçirilib. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vurublar. Qeyd edək ki, Prezident Kuboku 2026 beynəlxalq reqatasının son yürüşləri 30 aprel 1 may tarixində Mingəçevirdə Kür Olimpiya Tədris İdman Mərkəzində keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq. Gündüz Əliyev, Dialoq TV, Ağdərə.